İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi media və vətəndaş cəmiyyəti nümayəndələri üçün 1542 çağrı mərkəzində açıq qapı günü keçirib. Agentliyin Marketinq və İctimaiyyətlə Əlaqədar Departamentinin rəhbəri Aynur Əhmədova bildirib ki, çağrı mərkəzinin fəaliyyətində bir sıra yeniliklər həyata keçirilib. Tədbirdə 1542 çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova iştirakçılara müraciətlərin cavablandırılması prosesi və tətbiq olunan yeniliklər barədə məlumat verib. 1542 çağrı mərkəzi İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin rəsmi çağrı mərkəzidir. Çağrı mərkəzimiz 7/24 fəaliyyət göstərir. Bizim 4 istiqamət üzrə xəttlərimiz var. İcbari tibbi sığorta təminatı ilə bağlı, göndərişlərin verilməsi ilə bağlı, müqaviləli tibbi müəssisələrə müraciətləri ilə bağlı, karantin dövrü bitmədiyi üçün koronavirus xətti və operator xətti, yəni 0 xətti. 0 xətti 7/24 işləyir. Qalan xəttlər isə saat 9-dan saat 6-ya kimi aktiv olurlar. Ümumi çağrı mərkəzimizdə 46 əməkdaşımız var. Əməkdaşlar 3 qrupa bölünür. Birinci qrup əməliyyat qrupudur. Bu zəngləri birbaşa cavablandıran qrupdur, operatorlarımızdır. Orada 32 əməkdaşımız növbəli şəkildə fəaliyyət göstərirlər. Onların iş saatları fərqlidir. İkinci qrup bu bizim araşdırma qrupumuzdur. Birbaşa cavablandırılmayan sorğuların təhlili ilə bağlı, təhlili ilə məşğul olan qrupumuzdur. Orada 10 əməkdaşımız fəaliyyət göstərir və onlar bu müraciətləri təhlil edəndən sonra, nəticəni əldə edəndən sonra vətəndaşlara geri dönüş edib bu məlumatları çatdırırlar. Üçüncü qrupumuz dəstək qrupumuzdur. Operatorların zənglərinin qiymətləndirilməsi, çata daxil olan müraciətlərin qiymətləndirilməsi, sistemə daxil olan sorğuların qiymətləndirilməsi, operatorlara zəngdə canlı yayımda dəstək olurlar, daimi olaraq operatorların təlimatlandırılması və imtahanların keçirilməsi. Həmçinin vətəndaşların xidməti əlçatanlığını daha da artırmaq məqsədi ilə agentliyin rəsmi internet saytında yeni onlayn çat xidməti istifadəyə verilib. Ötən ilin dekabrından bu günə qədər onlayn çat xidməti vasitəsilə 7500-dən çox vətəndaş müraciəti cavablandırılıb. Bizim ümumi iş yükümüz gün ərzində çağrı mərkəzinə daxil olan vətəndaş müraciətlərinin ilkin olaraq araşdırılması, vətəndaşlara düzgün formada məlumatların verilməsi, tibbi xidmətlərin təşkilində vətəndaşa müvafiq yönümlü köməklik göstərilməsindən ibarətdir. Daxil olan ilkin müraciətlər yerində cavablandırılması mümkünsə yerində cavablandırılır. Mümkün olmayanlar barədə bizim xüsusi araşdırma əməliyyat qruplarımız var. Daxil olan müraciətlər yönləndirilir həmçi şöbəyə. İcbari tibbi sığorta təminatı ilə bağlı, daha çox göndərişlərlə bağlı bizə müraciətlər daxil olur. İcbari tibbi sığortadan hansı tibb müəssisələrində, hansı formada yararlana bilər deyə vətəndaşlarımız məlumat almaq çalışırlar və bundan əlavə olaraq İcbari tibbi sığorta hesabına və yaxud da ki, əlilliyi olan imtiyazlı şəxslərin dərman təminatı ilə bağlı bizə gün ərzində fərqli suallar daxil olur və bunların hamısına qanunvericiliyə uyğun formada biz cavablandırırıq. Xidmətlər zərfi barəsində suallar olur, göndərişlərin təmin olunması, necə göndəriş ala bilərlər, bəzən göndərişdə hansısa bir qeydlər olur, bununla bağlı müraciət edir vətəndaşlar. Tibbi xidmətlərin özəl tibb müəssisələrdə icbari tibbi sığorta çərçivəsində xidmət əldə etmək və bu kimi digər suallarla müraciət edirlər. Müraciətlər sırasında daha çox müalicə, müayinə, fizioterapiya və reabilitasiya xidmətləri yer alır ki, icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində müvafiq xidmətlərin təşkilinə bağlı tərəfimizdən müvafiq istiqamətlər təmin edilir. Açıq qapı günü iştirakçıların suallarının cavablandırıldığı interaktiv sessiya ilə yekunlaşıb.